Cəlilabadda qətl hadisəsi törədilib. Hadisə rayon mərkəzində Məhəmməd Hadi küçəsində qeydə alınıb. Belə ki, 27 yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib. İlkin məlumata görə hadisəni törədən şəxs mərhumun baldızı oğludur. Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb. Məlumata görə 2011-ci il təvəllüdlü şəxs 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir. Faktla bağlı araşdırma tədbirləri davam etdirilir. Əldə etdiyimiz son məlumata görə cinayəti törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə ailəsi ilə uzun müddətdir Rusiyada yaşayır. Onu bir müddət əvvəl babası rayona gətirib. Əlavə edək ki, yeniyetmə qətlə yetirilən Səidə Cəfərovanın baldızı oğludur. Yaxınlarının sözlərinə görə uşağın psixoloji problemləri var imiş. Hadisədən sonra şübhəli ərazidən uzaqlaşıb, onun axtarışları davam etdirilir. Məlumata görə şübhəli şəxs polis tərəfindən saxlanılaraq artıq istintaqa təhvil verilib. Hadisə ilə bağlı əlavə məlumatlar təqdim olunacaq. Sabirabadda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi olub. Hadisə Şıxsalalı kəndində qeydə alınıb. Kənd sakini 2000-ci il təvəllüdlü Nurlan Fəttahov VAZ 2107 ilə hərəkətdə olan velosiped sürən 11 yaşlı uşağı vurub. Qəza nəticəsində ağır xəsarət almış uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma tədbirlərinə başlanılıb. Mingəçevirdə isə 5 yaşlı qızın xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Şəhər ərazisində Lexus markalı avtomobil 5 yaşlı qızı vurub. Hadisədən dərhal sonra sürücü və ətrafdakı vətəndaşların köməyi ilə yaralı uşaq dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən ilkin araşdırma işlərinə başlanılıb. Xəbər verildiyi kimi paytaxtın Binəqədi rayonunda polislərin qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb. Məlumata görə müəyyən edilib ki, axtarışda olan atasına məxsus Hyundai markalı 99 GP 750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsrafil Əliyev narkotik vasitənin təsiri altında olub. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib. Tovuzda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. VAZ 2106 və Mitsubishi Pajero markalı avtomobillərin toqquşması nəticəsində VAZ markalı avtomobilin sürücüsü ölüb. İlkin məlumata görə daha 2 nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb. Hadisə nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub. Belə ki, qəzada 1961-ci il təvəllüdlü Nağıyev Ədalət xanoğlan oğlu həyatını itirib. Xəzər dənizinin Azərbaycan hissəsində yeraltı təkanlar baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Son dəqiqə məlumatda bildirilib ki, yerli vaxtla saat 06:30-da qeydə alınan zəlzələnin gücü 3,9 bal olub. Zəlzələnin ocağı 62 km dərinlikdə yerləşib. Zəlzələ demək olar ki, ətraf ərazilərdə hiss olunmayıb.